Hər zaman idmanın nəbzini tutmağa və bu hadisələri ən yaxından dəyərli tamaşaçılara çatdırmağa çalışan Swiss Sport olaraq sıradakı dayanacağımız Almaniyadır. 10 şəhəri və həmin şəhərlərində yerləşən 10 möhtəşəm stadionu ilə 2024 Avropa çempionatına ev sahibliyi edən Almaniya Federativ Respublikasında fırtına öncəsi sakitlikdir desək yəqin yanılmarıq. 14 iyundan etibarən bütün Avropanın və hətta bütün dünyanın gözü bir ay boyunca məhz burada olacaq. Sürprizlər kanalı olaraq qərara gəldik ki, ev sahibi şəhərlər arasında coğrafi baxımdan ən uyğun yer olan Köln şəhərində məskən salaq. 405 kvadrat kilometr ərazisi ilə ölkənin 4-cü ən böyük şəhərində 1 milyondan çox insan yaşayır. Reyn çayının kəsib keçdiyi Adikalonun vətəni həm qədimliyi, həm də füsunkar təbiəti ilə insanı özünə yaxınlaşdırır. Ticarəti, mədəniyyət və festivalları ilə məşhur olan şəhərin bir sıra tikililəri onu dünyaya tanıdır. Əsas simvollardan sayılan Köln katedralını qeyd etmək kifayətdir. Təxminən 632 il tikintisi davam edən bu kilsə 19-cu əsrin sonlarında dünyanın ən hündür tikilisi ünvanına sahib idi. Təbii ki, inkişaf etmiş nəqliyyat qovşağını, geniş yaşıllıq zolağını və əlbəttə ki, bol oksigenli havasını bura gələn bütün turistlər yaddaşlarına həkk edir. Bu ildən etibarən Köln təkcə ad qazanan özəllikləri ilə deyil, həm də Avropa çempionatına ev sahibliyi edən şəhərlərdən biri kimi xatırlanacaq. 43 min nəfərlik Köln stadionunda 4 qrup və 1 8-1 final maçı keçiriləcək. Şəhərdə tam şəkildə futbol ab-havası hiss olunmasa da, mərkəzdə yerləşən fanzonada oyun günlərində vəziyyətin fərqli olacağını təxmin etmək olar. Kölnün daha bir özəlliyi onun ev sahibi şəhərlərdən Düsseldorf, Gelsenkirchen, Dortmund və Frankfurt'a yaxın yerləşməsidir. Bu da futbol həvəskarlarını Köln şəhərinə üstünlüyü verməyə sövq edir. Kölnlə bağlı bir günlük təəssüratlarım çox olmasa da, kifayət qədər müsbətdir. Növbəti dayanacağımız Avro 2024-ün açılış oyunu Almaniya-Şotlandiya maçına keçiriləcəyi Münhen olacaq. Azerbaycan,